Bura Abşeron rayon Masazır qəsəbəsi Akim Abbasov küçəsidir. Bu küçənin bir istiqamətindən Şollar su xətti keçir. Məhz ona görə də həmin ərazidə tikinti işlərinin aparılması qadağandır. Burada isə eyni küçədə yüksək gərginlikli elektrik xətləri mövcuddur və bu həm içməli su, həm də elektrik xətlərinin mühafizə zolağında uzun illər idi ki, tikintiyə icazə verilmirdi. Eyni zamanda bu torpaqlar kənd təsərrüfatı təyinatlı torpaqlardır. Lakin bir neçə gündür ki, həmin ərazidə artıq hündür mərtəbəli binalar inşa edilməyə başlayıb. Maraqlıdır ki, məsələ ilə bağlı Abşeron rayon icra hakimiyyətindən sorğumuza cavab verən olmadı. Eyni zamanda bu tikintiləri hansı şirkət, hansı icazə əsasında həyata keçirdiyini də öyrənə bilmədik. Maraqlıdır, həm kənd təsərrüfatı təyinatlı torpaqda, həm Bakının əsas içməli su təminatı xətlərindən biri olan Şollar suyu kəmərinin yaxınlığında, həm də yüksək gərginlikli elektrik xətlərinin yerləşdiyi mühafizə zolağında tikinti işləri həyata keçirilirdi.